əziz müdavimlər və abituriyentlər, bu dəfə biz sizlər üçün Eyvaz Zeynalının Tənha Nar Ağacı hekayəsini təhlil edəcəyik. Belə ki, MİQ çərçivə sənədinə 2025-26-cı illər yeni daxil edilən deməli, əsərlərdən biri də Tənha Nar Ağacı hekayəsidir. Belə ki, deməli, epik növdə yazılmışdır, hekayə janrındadır və baxaq görək müəllif bu əsər ilə bizlərə nəyi çatdırmaq istəmişdir. İl quraqlıq gəlmişdi. Dağların başını örtən nazik qar, örpək, Novruz bayramından bir neçə gün keçmiş əriyib torpağa hopmuşdu. Novruz bayramı məsələsi hansı əsərlərdə var? Bir dənə onu xatırlayaq. Birinci növbədə gəlin baxaq. Novruz bayramı olanda deməli suvamaq məsələsi var ki, Firudun anası evin çölünü, deməli evi bayram üçün hazırlayırdı. Belə ki, Novruz bayramı qabağı daxmanın qapı tərəfindən çöl divarını ağardırdı. Və eyni zamanda burada kilim yorğan döşəyi də çırpıb təmizləyirdi. Biz əsas deməli divarları ağartmaq söhbətinə baxırıq ki, bu Novruz bayramının adı bax burada çəkilirdi. Daha sonra Novruz bayramı məsələsi var. Heydər Salamda orada Novruz adətlərindən söhbət gedir. Bir dənə buradan yazaq Firudun. Orada keçir. Bir də Heydər Babaya Salamda bu Novruz məsələsi var. Daha sonra Şəhrəbanu, dördüncüsü isə Aldanmış Kəvakib əsərlərində Novruz bayramının adının çəkildiyini deyə bilərik. Təmizləyək buranı, baxaq. Deyir ki, Novruz bayramından bir neçə gün keçmiş əriyib torpağa hopmuşdu. Yaz aylarında daşqının selləri ilə ad çıxaran kiçik dağ çaylarının səsi öz içində boğulmuşdu. Yazın lisan yağışları yoxa çəkilmişdi. Günəşin şüaları torpaq qovurduqca təzəcə baş qaldıran cücərtilər susuzluqdan can verirdi. Kiçik meyvələri budağında quruyan ağaclar yarpaqları xəzilə döndükcə sanki yasa batırdı. Havaların belə keçməsi insanların əhvalını əməlli başlı korlayırdı. Deməli, insanların əhvalını korlayırdı, nə? Havaların bax bu formada keçməsi. Tez-tez rayonlara, yer yurtlarından qaçqın düşmüş, qohumlarına baş çəkməyə gedən İlqar bu mənzərələri seyr etdikcə darılır, qaş qabağı açılmırdı. Deməli, rayonlara, yer yurtlarından qaçqın düşən qohumlarının yanına baş çəkməyə gedən obrazın adı nədir burada? İlqardır. Və İlqar da bu mənzərəni görüb qaşqabağı açılmırdı. Nə qədər quraqlıq keçsə də cənnətdir indir bizim yerlər, həsrət qalmışıq yurdumuzun gözəlliklərinə. Xəyalından dönə-dönə keçir, köksünü ötürürdü. Sevimli müəllimlərinin tövsiyəsi ilə bitirdiyi universitetdə qalıb işləsə də, deməli, harada işləyirdi universitetdə və kim tövsiyə etmişdi? Sevimli müəllimləri. Nə gündüzlər, nə gecələr rahat ola bilmirdi. Doğulub boya başa çatdığı dağlar, kürsülü evləri tez-tez yuxularının qonağı olurdu. İlqarın yuxularının qonağı nə idi? Gəlin baxaq. Birincisi, doğulub boya başa çatdığı dağlar, ikincisi kürsülü evlər yuxularının qonağı olurdu. Su quyusunun yanında öz əli ilə əkdiyi körpə nar ağacının, nar ağacını hara dəhmişdi? Su quyusunun yanında. Nazik kövrək yarpaqlarını xəyalında o qədər tumarlayırdı ki, sonuncu dəfə isə yuxusuna girən kəndləri, atasının uyuduğu qəbristanlıq ona elə aydın göründü ki, İlqarın atası vəfat edibdi. Atasının uyuduğu qəbristanlıq ona elə aydın göründü ki, bu gənc müəllimi yerindən oynatdı. İndi onu nə rahat yataq, nə universitet həyatı, nə də quracağı karyera maraqlandırırdı. Həmin gecə İlqar səhərin açılmasını səbirsizliklə gözlədi. Dan yeri sökülər-sökülməz yerindən qalxıb əl üzünü yudu, üst başını səliqəyə saldı. Onun bütün hərəkətlərini izləyən Səlminaz xanım təəccübünü gizlətmədi. Səhər erkən xeyirlə oğul. Anasının adı nədir? Səlminaz. Bu nə təmtəraqdır? İclasınız var. İlqar gülümsündü və mülayim səslə, ana, vacib görüşə gedirəm. Bugün hərbi komissarlığa dəyməliyəm deyəndə ananın ürəyi qopdu. Deməli, yurt yuvaların həsrətini çəkirdi, düzdür. Amma ən çox da
atasının deməli qəbrini görür. Ondan sonra artıq bir rahatlıq tapa bilmir. Səhərin açılmasını səbirsizliklə gözləyir və deməli səhər artıq gedir. Və nə zaman məlum olur onun hara getdiyi bizə? Anası ondan soruşanda bizə məlum olur ki, o artıq hərbi komissarlığa gedəcəkdir. Ana narahat olmağa başlayır. Oğul, müharibə başlayır. Yox, amma əvvəl axır başlamalıdır da. Hərbçi olmağa qərar verdim ana. Deyir ki, yox, müharibə başlamayıbdı. Lakin əvvəl axır başlamalıdır. Yəni torpaqlarımız işğalda olduğu müddətcə müharibənin qaçılmaz olduğunu İlqar dərk edirdi. Və deyir ki, mən hərbiçi olmağa qərar verdim ana. Anası sual verir. Bəs sənin işin, karyeran, gələcək karyeran? İlqar deyir. Torpağı tapdaqda olan alimin nə işi, nə də karyerası olar. Baxın, bu obraz bizə kimi xatırlatdı? Mithat Əfəndini xatırlatdı mı? Mithat Əfəndi də deyirdi ki, yəni vətən tapdaq altında olarkən mənim belə deyək, təhsil verməyimin nə mənası var? Gəlin baxaq, torpağı tapdaqda olan alimin nə işi, nə də karyerası. Dedik ki, bizə kimi xatırlatdı? Mithat Əfəndini. Yəni Zeybək qızı əsərini bizə xatırlatdı. Deyir ki, Səlminaz məhəbbət yağan gözlərini oğlunun üzündən ayıra bilmədi, dərindən köks ötürüb. Tanrım nəzərlərini üstündən əskik eləməsin bala. Bax, deməli, oğlunu hərbiyə yola salırdı. Ananın öydündə biz bunu görürdük. Bir də ki, buradakı ana deyir ki, Tanrım nəzərlərini üstündən əskik eləməsin bala. Bu da xeyir dua verir öz balasına. Orada hərbiyə gedirdi, döyüşə gedirdi. Döyüş başlamışdı ki, döyüşə gedirdi. Lakin burada döyüş başlamayıb. Sadəcə deyir, mən hərbiçi olmağa gedirəm. Yenə də ana görürük, bir ana obrazı görürük və özünün balasına xeyir dua verdiyini görmüş ola bilirik. Çox keçmədi ki, həmin əsərdə hansı əsər idi? Səməd Vurğunun Ananın Öyüdü əsəri idi. Tanrım nəzərlərini üstündən əskik eləməsin bala dedi. Çox keçmədi ki, leytenant rütbəli İlqar Əhmədli Ensaylı hərbi hissəyə göndərildi. O, elə ilk gündən takım komandiri kimi xidmətə başladı. Gedən bir günündən takım komandiri, yəni düşə bilər ki, testlərdə zamanla bu mərhələyə çatıb, xeyr. İlk gündən takım komandiri kimi xidmətə başladım. Dözülməz istilər cəbhənin Füzuli bölgəsindən keçən ön xəttində xidmət edən əskərlərin işini xeyli çətinləşdirilmişdi. Baxın, bu üç nöqtənin olmasından biz bilirik ki, bu əsər ixtisarla verilibdir. Baxın, Füzuli bölgəsində keçən ön xəttində, ön xətt hardaydı? Füzuli bölgəsində. Xidmət edən əskərlərin işini xeyli çətinləşdirmişdi. Əskərlərin işini çətinləşdirən nə idi? İstilərin olduğunu görürük. Nə qədər gənc güclü olsalar da, günlərlə davam edən şiddətli istilər bəzən onları da təntidir, haldan hala salırdı. Günorta saatlarında yanar kürə kimi dolanbac səngərlərin üzərindən asılaraq o dələyən günəş sanki bu sayseçmə oğulların iradəsini sınağa çəkirdi. Yəni çox isti idi, susuzluqdan əziyyət çəkirdilər onlar. Takım komandiri İlqar Əhmədli səngərdən kənara çıxmır, əskərləri ilə bərabər keşik çəkirdi. Səngər boyu gözlərini qarşı tərəfə zilləyən əskərlərin dözülməz istdən şikayətlənməməsi, bir sərin daldanacaq arzulamaması bəzən onu kövrəltsə də, onu nə kövrəldirdi? Gəlin, baxaq. Əskərləri ilə bərabər keşik çəkir. Baxın, deməli, əskərlərinin dözülməz istidən şikayətlənməməsi, bir sərin daldanacaq arzulamaması onu kövrəldirdi. Onu kövrəldən məqam bax bunlardır. Əskərlərin dözülməz istidən şikayətlənməməyidir, bir də sərin daldanacaq arzulamaması idi. Sinəsi qürurla qabardı. O, baxışlarının səngər boyu düzülən əskərlərindən ayırıb durbinlə qarşı tərəfə müşahidə elədi. Adətən güclü istilər zamanı başını qoruyan düşmən tərəfdə açıq-aşkar canlanma duyulurdu. Komandir durbini gözündən çəkmədən dedi. Düşmən tərəfdə canlanma var. Sərvaxt olun. Yəni ki, arxayın olmayın.
Hazır durun. Silahları hazır vəziyyətə gətirin. İstənilən an atəş açıla bilər. Komandir səhv eləməmişdi. Bir neçə dəqiqədən sonra düşmən pulemyotları aramsız atəş açmağa başladı. Ardınca isə mina atanlar işə düşdü. Səngərin lap qarşısına düşən minalar partlayır, qəlpələr ölüm saçırdı. İlqar bilirdi ki, mina yağışının ardınca düşmən piyadaları hücuma keçəcəkdilər. İlqar nəyi bilirdi? Mina yağışının ardınca düşmən piyadalarının hücuma keçəcəyini. Komandir qərargahla əlaqə saxladıqdan sonra əmr verir. Birbaşa mı əmr verir? Xeyr. Qərargahla əlaqə saxladıqdan sonra. Görürsüz, öz başına qərar vermir burada. Qərargahla əlaqə saxlayır, sonra əmr verir. Öz başına hərəkət edən bir obraz var idi. Bəs o kim idi? Açıq kitabda Gəldiyev idi. Daha doğrusu belə deyək, Gəldiyev öyrədilmişdi. Yəni belə deyək, özünün yalanları ilə Verdiyevi öz fikirlərini inandırmışdı. Verdiyev deməli komitədən xəbərsiz Vahidi məktəbdən kənarlaşdırmışdı. Və komitənin xəbəri olmadan Verdiyevin belə bir əmr verməsini də təəccüblü görmüşdü ki, Muxtar. Yəni öz başına qərar verən kim idi? Gəldiyevin doldurmasıyla Verdiyev öz başına qərar vermişdi. Lakin burada komandir qərargahla əlaqə saxlayıb əmr verir. Güllə məsafəsinə çatana qədər düşmən irəli buraxılacaq. Doğrudan da qarşı tərəfdən cavab almayan düşmənlər çox keçmədən səngərdən çıxdılar. Əvvəl ehtiyatla, sonra isə sürətlə irəli şığıdılar. Komandirin işarəsi ilə silahlar işə düşdü. Öndə gələnlərin əksəriyyəti yerə sərildi. Qalanlar isə minaların açdığı çalalara sindilər. Hücum uğurla dəf edilmişdi. Əskərlərin üzündə xoş bir ifadə görünürdü. Ertəsi gün İlqar Əhmədlini qərargaha çağırdılar. Nə üçün çağırıldığını bilməyən zabit bir qədər həyəcanlı idi. Qərargah rəisi polkovnik Nağıyev, qərargahın rəisi kim idi? Polkovnik Nağıyev. Otağa daxil olan bu uca boy yaraşıqlı zabiti diqqətlə süzərək əyləşin dedi. İlqar əyləşdi. Polkovnik əlindəki qələmin arxası ilə stolu astaca döyəsləyib soruşdu. Demək, universitetdə müəllim idiniz. Polkovnikin ona ilk sualı nə olur? Daha doğrusu müraciəti. Deyir ki, demək universitetdə müəllim idiniz. Deyir ki, bəli cənab polkovnik. Hərbi xidməti seçdiniz və karyeranı qurban verdiniz. Elədir ki, var. Bəs nə üçün hərbi xidmətə gələrkən israrla bu bölgəyə göndərilməyinizi istəmirsiniz? İkinci sualı nə olur? Daha doğrusu birinci müraciəti oydu ki, universitetdə müəllim idiniz. Daha sonra isə deyir ki, birinci sualı bax budur. Deyir ki, hərbi xidməti seçib karyeranı qurban verdiniz. O deyir ki, bəli. Deyir ki, bəs nəyə görə sırf bu bölgəyə, yəni Füzuli ərazisinə gəlmişsiniz? İlqar sustu. Qərargaha gələrkən keçirdiyi həyəcan tamamilə yox olmuşdu. İndi onun gözlərinin qarşısında yaxın keçmiş canlanırdı. 1993-cü ilin isti yay günləri bir-birini əvəz edirdi. 2 il idi ki, kənd qorxu səksəkə içində yaşayırdı. Deməli, hadisələr nə zamandan başlamışdı? Ta ki 1991-ci ildən başlamışdı. 2 il idi ki, kənd qorxu səksəkə içində yaşayırdı. Elə gün olmurdu ki, kənd mərmi atəşinə tutulmasın. Bir neçə günün içində top mərmiləri 6 evi yerlə yeksan eləmişdi. Ölülərin arasında məktəblilər, lap kiçik yaşlı uşaqlar da var idi. Söhbət hansı ərazidən gedir? Füzulidən. İlqar danışığına ara verdi. Bunları danışmağa nə ehtiyac var ki? Fikrindən keçirdi. Bunu hiss eləyən qərargah rəisi mehriban səslə danışın, necə olubsa hamısını söyləyin dedi. Şahid olduğu hadisələr çox sürətlə, bəzən də əlaqəsiz şəkildə yaddaşında təzələnəndə leytenant özünü ələ almağı bacardı. Xatırladı ki, məktəbdən dərslərə tez-tez ara verilirdi. Partlayış səsi eşidən kimi müəllimlər əl-ayağa düşür, şagirdləri təhlükəsiz yerə aparmağa çalışırdılar. Gecələr yuxudan qışqıraraq ayılan uşaqlarını valideynlər məktəbə qorxa-qorxa göndərirdilər. Kənddə yaradılan könüllü müdafiə dəstəsini cəmi 4 avtomatı var idi. Bax, burada bir şey xatırladım. Deməli, müharibə dönəmində təbii ki, biz deməli, Ermənistan bölmələri, həmin dönəmdə Ermənistan silahla təchiz olmuşdu Ruslar tərəfindən. Lakin Azərbaycanda deməli, ümumiyyətlə
Silah tapılmırdı. Olanlar da ov silahı idi. Yəni indi hansısa müəyyən səbəblərdən kimisə evində nadir halda tapılan silahlar idi. Yəni baxın, həmin dövrdə Füzulidə cəmi 4 avtomat var idi deyir. Dövlət adamları 2 il əvvəl deməli 2 il əvvəl qapı-qapı gəzib ov tüfənglərini də hətta yığmışdılar. Yəni var idisə xəlbət kimlərdəsə ov tüfəngi var idi. Olan qalanı da yığmışlar 2 il əvvəl. Yəni insanlar hər gün bizim həyətimizdə toplaşar, kəndin sayılır seçilən ziyalısı olan Mürsəl müəllimin, atamın məsləhətlərini dinləyir. Mürsəl müəllim, deməli atası müəllim olubdu, adı Mürsəl olubdu. Deyir, məsləhətlərini dinləyirdilər. Silah olmasa da gənclər yalın əllə postlara yollanırdılar. Deməli, həmin dönəmdə silahlar olmasa da gənclər yalın əllə postlara yollanırmışlar. Atamın səyi ilə sonralar 8 avtomat və 12 əl qumbarası da tapılmışdı. Bu silahların tapılmasında deməli kimin rolu olubdu? Mürsəl müəllimin, yəni İlqarın atasının deməli belə deyək, rolu böyük olubdu. Baxaq. Deməli, avqustun ortaları idi. Deməli, hadisələr nə zaman baş verir? Avqust ayında. Avqustun ortaları idi. Səksəkəli günlər bir-birini əvəz edirdi. Hər gecə posta gələn atam cümə axşamı evdə qalmışdı. Cümə axşamı evdə qalmışdı. Heç özündə deyildi. Elə bil nəsə itirmişdi. Səhər tezdən həyətdə gəzir, sevə-sevə saldığı bağçanı, əkdiyi meyvə ağaclarını diqqətlə nəzərdən keçirirdi. Axşama yaxın atam məni qonaq otağına çağırdı. Əlini kürəyimdə, saçlarımda gəzdirdi. Aram-aram danışmağa başladı. Anandan, bacından müğayət ol. Mən sənə inanıram. Bilirəm ki, ağıllısan, həm də axı böyük kişi olmusan. Bunlar onun mənə dediyi son sözlər idi. Həmin gecə şiddətli atışma oldu. Kənddə bütün gecəni bir nəfər də gözlərini yummadı. Rayon mərkəzindən polislər gəlinə qədər kəndimiz düşmənin qarşısında dağ kimi dayandı. Onlar postlarımıza yaxın düşə bilmədilər. Kömək gələndən sonra düşmən hücumu dayandırdı. Hava işıqlaşmamış, postdan yaralıların və ölənlərin olması barədə xəbərlər gəlməyə başladı. Hamımız çarəsiz idik. Nə edəcəyimizi bilmir, doqqazlardan, yollardan yığışmırdıq. İlk gətirilən yaralı çiyninə çalın çarpaz sarığı qoyulmuş qonşumuz Əkbər əmi idi. Deməli, birinci yaralı kim olur? Çalın çarpaz sarığı qoyulmuş qonşumuz deməli Əkbər əmi idi. Müharibədən deməli yaralananlar hansı əsərlərdə var? Müharibədən yaralanma var idi. Deməli, birincisi İblisdə görürdük müharibədən yaralanmanı. İkincisi deməli daha sonra hansı əsərlərdə var idi? Daha sonra isə vətən yaralarında görürük ki, deməli yaralananlar müharibənin təsirindən yaralananlar, onlar bir də ki Xəzangüldə var idi, lakin o da düzdür müharibənin təsirindəndir, lakin o üzbəsürət döyüşdə deyil, yəni həyətə düşən mərmə nəticəsində qəlpələr daha doğrusu onun qılçasını yaralamışdı və təmizləyək buranı. Dedi ki, Əkbər əmi ilk gətirilən yaralı olur. Çox qan itirdiyi üçün rəngi ağappaq olmuşdu. Onun pıçıltı ilə heyf Mürsəl müəlliminin sözlərini eşidən qadınlar şivən qopartdılar. Deməli, atası ilə bir yerdə olubdu. Əkbər əmini yaralı halda gətirsələr də Mürsəl müəllim ölür. Bütün kəndlərdən atamın dəfninə gələnlər vardı. Amma onların heç biri mənə atasızlığımı unutdura bilmirdi. Lakin deməli, deyir, yeganə təsəllim onunla birlikdə dolaşdığım hər daşında, ağacında atamın söz sığalı qalan yerlər idi. Sadəcə yeganə təsəllisi nə idi? Deyir ki, atamla birlikdə gəzdiyim hər daşında, ağacında atamın söz sığalı qalan yerlər idi. Bir neçə gündən sonra avqustun 23-də qaçqın həyatımız başladı. Deməli, qaçqın həyatına vaxt başlayıb bunların avqust ayının 23-də. Çox acı çəkdik. Amma bir gündə doğma kəndimizi unutmadım. Cənab polkovnik, vətənin o baş bu başı olmaz. Amma bu yerlərin hər dağı daşı mənə tanışdır. Bütün giriş-çıxışları tanıyıram. Çünki elə bir yer olmayıb ki, atam mənə göstərməmiş olsun. Deməli, İlqarın hər bir yeri tanımasının səbəbkarı atası idi. Atası ona bu yerləri göstərmişdi. Bu səbəbdən hərbi xidmət üçün buranı seçdim. Deməli, aydınlıq gətirir ki, həm özünün torpağıdır da, yəni sözü yox, deyir, vətənin o başı bu başı olmaz.
həm Füzulidən olduğuna işarət verir. Yəni aydınlıq gətirir ki, mən Füzulidənim. Eyni zamanda da niyə buranı seçməsinin səbəbini belə əlaqələndirir ki, atası deyir buraların hər bir yerini ona tanıdıbdır. İlqar Əhmədli sözünü bitirib qərargah rəisinin üzünə baxdı. O razılıqla başına tərpətdi. Bizim bu torpaqları yaxından tanıyan hərbçilərə böyük ehtiyacımız var. Aha, deyir ki, böyük ehtiyacımız var. İndi öz taqımına get, vaxtı gələndə sənin verdiyin bilgilərdən yetərincə istifadə edəcəyik. İlqar Əhmədli qərargaha gələrkən nə qədər həyəcanlı idisə, indi bir o qədər sakit idi. İçindən gələn bir səs ona asıdan pıçıldayırdı. Lap yaxınlarda nəsə baş verəcək. Doğma yurda aparan yollarda yaşıl işıq yanacaq. Yəni müharibənin deməli çox az qaldığına işarət var burada. Hərbi hissədə aramsız təlimlər davam edirdi. Deməli, müharibədən əvvəl biz burada nəyi görürük? Təlimləri görürük. Təlimlər davam edirdi. İlqar Əhmədlinin taqımı həmişə fərəhlənir və komandanlığın təşəkkürünü qazanırdı. Belə anlarda o deyirdi. Bizim təlimlərdə fərqlənməyimiz təşəkkür almağa görə deyil. Yəni, biz qarşılıq umaraq etmirik bu işi. Torpaqlarımızın azadlığı üçündür. Nə günəşin istisi, nə payızın çiskini, nə də qışın sazağı bizi qorxudacaq. Biz qisasımızı elə almalıyıq ki, düşmən bunu ömrü boyu unutmasın. Özü necə qisas almaq istəyirdi? Elə almalıyıq ki, deyir qisası, heç bir zaman düşmən bunu unutmasın. Bir də bizə qarşı çıxmağa cəsarət etməsi, yəni irəliləyən zamanda nə zamansa bizə qarşı çıxmağa cəsarət edərsə, deməli, cəsarət etməməsi üçün daha doğrusu elə bir qisas almalıyıq ki, onlar bir daha heç bir zaman buna cürət etməsinlər. Son günlər yüksək rütbəli zabitlərin hərbi hissəni ziyarət etməsi, müxtəlif tapşırıqların verilməsi tezliklə nəyin başlanacağına işarə idi. Nəyinsə başlanacağına. Baxın, nəyinsə başlanacağına işarə kimi nəyi götürürük? Hərbi rütbəli zabitlər hərbi hissəni ziyarət edirdi, müxtəlif tapşırıqlar verirdilər. Bu da yaxınlardan müharibənin, yəni nəyinsə baş verəcəyinə işarə idi. Sentyabrın sərin mehi yayın nəfəs kəsən istisini xeyli yumşaltmışdı. Biz bilirik ki, sentyabr ayı elə bir aydır ki, düzdür, günlük günlər olur, amma belə deyək də o qızğın günlər artıq geridə qalmış olur. Sentyabrın sərin mehi yayın nəfəs kəsən istisini xeyli yumşaltmışdı. Təkəmseyrək görünən ağacların bəzi sarı sırğalarının qulağından atsa da, bəziləri zümrüd donunu dəyişməyə tələsmirdi. Aramla əsən külək budağından qopan xəzəlləri səngərə tərəf qovanda İlqarın yadına xəzəni vaxtsız gələn öz bağları düşürdü. Deməli, yadına düşür nə? Özlərinin bağları. Özü də bilmədən ünvanı bəlli olmayan suallar verirdi. Buna nə vaxt son qoyulacaq? İntiqam anı, özünə verdiyi suallar nə idi? Buna nə vaxt son qoyulacaq? İkincisi, intiqam anı nə vaxt yetişəcək? Deməli, deyə öz-özünə suallar verirdi. Belə anlarda o dərinə göz ötürür, bəzən hissə qapılsa da doğma torpaqlara qayıdacaqlarına inanırdı. Ümidi var idi mi? Bəli, biz burada İlqarın ümidini görürük. İnan var onda. Və cənab leytenant, sizi gözləyirlər. Yaxınlaşan əskərin səsi İlqarı düşüncələrdən ayırdı. O tələsik səncər boyu irəlilədi. Təpənin ayağında rəngi torpaqdan seçilməyən bir maşın onu gözləyirdi. Yarım saatdan sonra o brigada komandirinin yanındaydı. Komandirlə söhbəti çox qısa oldu. Kəndimizin yerləşdiyi ərazini, qonşu kəndləri xatırlayırsanmı? Kəndinizdən Araz çayına qədər məsafə neçə kilometr olar? Həmin maşındakı adam buna nə sual verir? Komandirlə söhbəti qısa oldu. Deyir ki, kəndinizin yerləşdiyi ərazini, deməli, kəndinizin yerləşdiyi ərazini, daha sonra qonşu kəndləri xatırlayırsan, verilən suallar nə idi İlqara? 1, 2, kəndinizdən Araz çayına qədər məsafə neçə kilometr olar? O yerlər hər gün İlqarın gözləri qarşısında canlanırdı. İndi sanki oraları görmüş kimi hər şeyi yerli yataqlı danışmağa başladım. Kəndlərin adını, rayon mərkəzindən gedən yolları bir-bir xatırlatdı. Leytenant danışdıqca qarşısındakı xəritəyə kəşfiyyatın hesablarına diqqətlə baxan komandir eşitdiyi məlumatların dəqiqliyinə heyrətlənirdi. O sonda gülümsər baxışlarla zabiti süzüb razılıq əlaməti başını tərpətdi. Tələsmədən stuldan qalxan brigada komandiri əlindəki qovluğu dəmir seyfə qoyub İlqara tərəf çevrildi. İndi onun üz gözündən mehribanlıq yağırdı. Növbətçinin yanında ol, arxanca gələcəklər. Tankçıların səninlə söhbəti var.
dedi. İlqar hərbi qaydada təzim edib qapıdan çıxdı. İşıqları yanıb sönən iri bir cihazın qarşısında oturan növbətçi əli ilə küncdəki stulu göstərdi. Bu, otur gözlə demək idi. Həyəcandan İlqarın ürəyi çırpınır, gizgah damarları şiddətlə atırdı. Fikirlər beynindən bir-birini qovurdu. Bəli, zaman yetişib, intiqam, qisas alacağımız gün yaxındır. İntiqam məsələsi bəs hansı əsərlərdə var idi? Təbii ki, bu iblisdə başdan ayağa biz intiqam səsini görürük. Rəyananın dilindən eşidirik intiqam. Rəyananın babası Teyfin dilindən var. Ruhu daha doğrusu ruhu deyir. Sonra Xavərin ruhu deyir. İxtiyar intiqam deyir. Eyni zamanda da iblis intiqam deyirdi. 5 nəfərin intiqam dediklərini eşidirik. 2 nəfəri sağdır. İxtiyarla Rəyana. 2 nəfərin ruhudur. Teyflə Xavər. Biri isə iblis idi. Aha, baxaq, intiqam, qisas alacağımız gün yaxındadır. Görünür, o yerləri görmək qismətimdə var imiş deyən İlqar deməli, həyəcanlanır. Gözəl sentyabr səhəri açılmışdı. Göyün üzü tərtəmiz, hava sərin idi. Amma bütün bunları duyan yox idi. Uzaq vuran topların səsi aləmi başına götürmüşdü. Tanklardan atılan mərmilərin çıxardığı səs vahimə yaradırdı. Artilleriya atəşindən sonra oturduğu ordumuz Araz çayı boyunca hücum əmri aldı. Aha, hücum hansı tərəfdən idi, istiqamətdə idi? Araz çayı boyunca. Tankların arxasınca irəliləyən piyadalar atəşə ara vermirdilər. Aha, birinci tanklar gedir öndə deməli, sonra isə piyadalar gedir. Mahmudlu kəndinə ilk girən İlqarın takımı oldu. Deməli, Mahmudluya kim girdi? İlqarın takımı, qruppası. Bu elə qəfil baş verdi ki, qaçmağa macal tapmayan düşmən əlbəyaxa döyüşü də uduzdu və xeyli canlı qüvvə əsir alındı. İlqar doğma kəndlərini tanıya bilmədi. Deməli, İlqar hansı kənddən idi? Füzulinin Mahmudlu kəndindən idi. Hər tərəf xarabazara çevrilmişdi. Salamat qalmış bircə binada yox idi. Sökülmüş evlərin daşları bir-birinə qarışmışdı. Həyətləri qamış basmış bir-birindən keçən qurumuş otlar bütün cığırları örtmüşdü. İri tut bağlarından nişanə qalan adda budda qaralan kötük qəbristanlığı idi. İri tut bağlarından nişanə qalan adda budda qaralan kötük qəbristanlığı idi. Kötük qəbristanlığı idi. Yəni, heç bir şey qalmayıbsa da demək istəyir ki, 2 əskərlə həyətlərini axtaran İlqar gözlərinə inana bilmirdi. Əlinin içi kimi tanıdığı kəndlərinin elə bil ki, altın üstünə çevrilmişdilər. Heç nə yerində deyildi. Birdən onun gözləri işıqlandı. Quyunun yaxınlığında öz əli ilə əkdiyi nara heç nə olmamışdı. Gəlir kəndlərinə, görür ki, heç bir şey qalmayıbdı. Öz əli ilə əkdiyi bircə daha doğrusu əlinin içi narı tapır, bu heç əlləri ilə əkmişdi bu narı ki, gedir baxır ki, quyunun yanında elə olduğu kimi qalıb. Lakin əlinin içi kimi tanıdığı kənddən əsər qalmayıb. Nar yerində qalsa, əli ilə əkdiyi nar yerində qalıbdı. Əlinin içi kimi tanıdığı kənddən əsər əlamət qalmayıbdı. Özü təhmi gəlib bura, xeyr, 2 dənə əskərlə gəlib. Bax, buna fikir verirsiniz. Birdən deyir, quyunun yaxınlığında öz əli ilə əkdiyi nara heç nə olmamışdı. Bunu görür, dağıdılan evlərin, talanın, bağların şahidi indi yalnız o idi. Evlərin, bağların, dağıdılan evlərin, bağların, talanın şahidi nə idi? Nar idi. Tənha nar ağacı. Gərdənini tarım çəkərək dimdik dayanmışdı. Üstündə bircə nar var idi. Bircə dənə nar var. Böyük idi. Qabığı da qıpqırmızı. İlqar ağacın meyvəsinə ehmalca toxundu. Ürəyi gizildədi. Çünki bu adi meyvə deyildi. Bu, kətdə qalan yeganə canlı idi. Kətdə qalan yeganə canlı deyəndə nəyə götürürük? Narı götürürük. Evlərinin, əşyalarının, həyətlərinin yadigarı idi. İlqar uşaqlıqda olduğu kimi onun nazik yarpaqlarını tumarlamaq istədi. Onlarda əvvəlki yumuşaqlıq, kövrəklik yox idi. Tənhalıq bu zərif yarpaqları da çobudlaşdırmışdı. Deməli, nar əvvəlki kimi idi mi? Xeyr. Əvvəlki kimi deyildi. Tənhalıq deyir, onu çobudlaşdırmışdı. İlqar kövrəlmişdi, kövrəlibdi burada İlqar. Bütün ağrılara baxmayaraq, dözümü ilə həqiqi sahibinin gələcəyini gözləyən bu ağac, kəndin keçmişinin varlığının timsalıydı. Aha. Kəndin keçmişinin, yəni hansı kənddən söhbət gedir? Mahmudlu kəndindən söhbət gedir. Füzulinin Mahmudlu kəndindən söhbət gedir. Aha, deyir ki, deməli, kəndin keçmişinin varlığının timsalı nar idi. İlqar kənardan şəklini çəkən hərbi müxbiri görmədi. Ertəsi gün onun nar ağacı ilə çəkilmiş şəkli dünyaya yayıldı. Nar ağacı tənha
değildi. Yəni öz sahibi gəlib onu tapmışdı. Təbii ki, bu Tənha nar ağacı hekayəsi deməli 2-ci Qarabağ döyüşlərindən bəhs olunur ki, burada belə deyək, öz elindən obasından didərgin düşmüş, deməli qaçqın həyatı yaşayan İlqarın deməli universitetdə müəllim üçün fəaliyyət göstərdiyi bir halda atasının ruhu bir gün onun yuxusuna girir və bundan sonra əslində həmişə pis olurdu. Öz ellərinə, obalarına gedəndə pis olurdu. Daha doğrusu qaçqın düşən qohum əqrabaların el obasına gedəndə pis olurdu və bir gün yuxuda atasını görür, ondan sonra qəti qərarını verir və səhər durur, hazırlaşır ki, mən hərbi komissarlığa gedəcəm. Yəni testlərdə verərlər ki, o müharibə başladığından gedir. Xeyr, müharibə başlamamışdan qabaq getmişdi o və universiteti daha doğrusu universitetdə fəaliyyətini yarımçıq qoyaraq getmişdi. Müharibə başlamamışdan öncə. Müharibə başlayanda isə artıq gedir öz elinə obasına çıxır və yeri yurdu yaxşı bildiyinə görə öndə gedənlərdən olur və gedir, o əslən Füzuli Mahmudlu kəndindən idi və öz evlərinə gedir, kəndlərinə girir, heç bir şey yerində deyil idi və sadəcə nar ağacı yerində idi ki, o da öz sahibini deməli qarşılayır. Sadəcə kəndlərində salamat qalan canlı bir dənə nar ağacı idi və bu zamanda elə İlqarın şəkli çəkilir, kənardan jurnalist tərəfindən çəkilir, müxbir tərəfindən və səhərsi gün, ertəsi gün deyir ki, dünyaya yayılır. Nar ağacı artıq tənha değildi, öz sahibi gəlmişdi. Deməli, gəlib ona, belə deyək, sahib çıxmışdı yurduna, elinə, obasına. Daha doğrusu, burada nar ağacına, yəni öz elinə, obasına gəlib, deməli, sahib çıxmışdı və nar ağacı artıq tənha değildi. İllərdir tənha olan və kəndin timsalı olan, keçmişinin varlığının timsalı olan nar ağacı artıq öz deməli doğma sahibini tapmışdır. Beləcə, ümidvaram ki, sizlər üçün faydalı olacaqdır.